Əziz hərbiçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanı işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbiçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişlər. Mən Şuşaya qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbiçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib. Şuşa əməliyyatı əminəm ki, aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, bir çox inkişaf etmiş ölkələrin mütəxəssisləri 44 günlük vətən müharibəsini hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüydü. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil. Və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdı ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edirdi. Və 92-ci ilin mayında o vaxt ki, Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC Müsavat cütlüyünün həyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər. Dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdir. Şuşa şəhəri boşaldılmışdır. O vaxtki Müdafiə Naziri hansı ki demişdi ki, Şuşa əldən getsə başıma güllə çaxacam, qorxaqcasına Şuşadan qaçmışdır. Ondan sonra isə ermənilər bu əməliyyat, güya əməliyyat haqqında əfsanələr uydurmuşlar. Dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək, cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etdi. Və noyabrın 8-də Şuşada uzun fasilədən sonra Azərbaycan bayrağı qaldırılmışdır. Bakıda möhtəşəm dövlət bayrağı meydanın açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Və bu gün gəldi. Hatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər. O da əgər Azərbaycan dırnaqarası Dağlıq Qarabağ Respublikasını tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa, görün nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilirdi. İndi sıçan kimi oturublar, dillərini qoyublar qarınlarına, bir kəlmə də söz deyə bilmirlər.
Biz gelmişik bura galip kimi. Bayrağı da kaldırmışık. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalgalanır. Döyüşe gelmişik. Hiç kim bu torpaqları bize elə belə vermeyip. Hiçbir danışıqlar, hiçbir əhmiyyətə malik değildi. Biz gördük ki ancak öz gücümüzle öz torpaqlarımızı azad etmeliyik. Ve bunu ettik. Bütün dünyaya gücümüzü subut ettik, gösterdik. Düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, diz çöksün bizim qabağımızda. Kapitülyasiya aktına imza atsın. Və belə də oldu. Və alçaldıcı kapitülyasiya aktı əbədi tarixdə qalacaq. Bütün dünya bizim qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi 21-ci əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Və dəfələrlə mən demişdim, o cümlədən hərbçilərlə görüşlərimdə, çox saylı görüşlərimdə ki, əgər öz xoşu ilə düşmən torpaqlarımızdan çıxmasa, məcbur edəcək onları. Qovacaq torpaqlarımızdan. Güc amili öz rolunu oynayacaq və belə də oldu. Və 44 günlük müharibənin hər bir günü zəfər günüydü. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə getmə olur, manevralar olur. Biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Və nəticədə 300-dən çox yaşayış məntəqəsini azad edib, Şuşanı azad edib, düşmənə sarsıdıcı zərbələr endirib, onları məcbur etdik ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarından öz qoşunlarını çıxartdılar. Cəmi 20 gün ərzində rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Və müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan. Dərhal öhdəlik götürün. Öyle demiştim ki, Ermənistan rəhbərliyi bu öhdəliyi götürməlidir. Deməlidir ki, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks təqdirdə sona qədər gedəcək. Bütün təzyiqlərə baxmayaraq, bütün telefon zənglərinə baxmayaraq, bütün təhdidlərə baxmayaraq dedim ki, sona qədər gedəcəyik. Düşməni torpaqlarımızdan qovacağıq. Elədik də, getdik də, qovduq da. Və məcbur olub noyabrın 10-da kapitülyasiya aktına düşmən öz qolunu qoydu və beləliklə müharibə son qoyuldu. Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Bütün şəhidlər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daima o ailələr diqqət mərkəzində olacaqdır. Birinci Qarabağ müharibəsində şəhid olmuş 9000 şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onları müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Və müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək
orden və medallarla təltif edilib. Vətən Müharibəsi ordeni Azərbaycanın ən ali hərbi ordenidir. Zəfər ordeni, Qarabağ ordeni, bütün bu ordenlərin adlarını mən özüm təklif eləmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbiçilərə o rayonların adlarını daşıyan medallar verilib. Şuşaya qədər ordumuz qələbə yolu ilə uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan, Hadrut, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, Qubadlı, Zəngilan rayonlarını azad edib və Şuşa şəhərini azad edib. Noyabrın 8-də, noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib. Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişdim. 39 il bundan əvvəl 2 dəfə gəlmişdim. Və birinci dəfə yanvarın 14-də gəlmişdim. Bax bugün yanvarın 14-də yenə də buradayım. Və bu dəfə Müzəffər Azərbaycan ordusunun, qalib Azərbaycan ordusunun ali baş komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun ali baş komandanı kimi gəlmişəm. Və burada deyirəm, müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə biz bu torpaqlarda əbədi yaşayacağıq. Biz Şuşanı və bütün başqa dağıdılmış şəhər kətlərimizi bərpa edəcəyik. Bütün dağıdılmış tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan bütün dünyaya saxtakarlıq edərək Şuşa haqqında uydurmalar çatdırırdı ki, güya Şuşa bunların qədim şəhəridir. Necə ola bilər Pənah Əli xanın saldığı şəhər erməni şəhəri ola bilsin? Bu axı yaxın tarixin işidir, hadisələridir. Və əgər onlar bu şəhəri öz şəhəri kimi hesab edirdilərsə, nə üçün bu bərbad vəziyyətə qoydular? Nə üçün bütün binaları dağıttılar? Görün, nə gündədir bu şəhər? Daş da qoyulmayıb 30 il ərzində. Ancaq özləri üçün villalar tikdiriblər. Özləri üçün şərait yaradıblar. Yəni biz şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi. Bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi. Müvafiq göstərişlər artıq verilibdir. Yaxın zamanlarda planlı şəkildə Şuşanın bərpasını biz təmin edəcəyik. Və əlbəttə ki, bundan sonra Şuşanı biz göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar. Ki düşmən bu tərəfə heç baxmağa cəsarət tapmasın özündə. Və mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o bizim dəmir yumruğumuzu bir də görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər hər hansı bir təhribat bizə qarşı törədilərsə, cavabımız çox sərt olacaq. Çox peşman olacaqlar. Və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Və Azərbaycan ordusu, xüsusi təyinatlar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və bütün azad edilmiş torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir də belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq. Noyabrın 8-də Şəhidlər Xiyabanında
Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bugün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir, Qarabağ Azərbaycandır.